Bəs həmin sözləri ki, arz edirəm ki, orada Səyyad dedi ki, qızlar soruşdular Səyyaddan, Səyyad dedi fələyin qəhrindən, xanım çərxin əlindən, döndü ruzuqarım əmana gəldim. Şükür həqqə gördüm yarın cəmalın, elə bir yetişdim, imana gəldim. Qızlardan Səlbinət xanım dedi ki, aşıq, çox oyan bu yan danışırsan. Sənin burada yarın kimdir ki, sən yar-yar söhbəti danışırsan? Heç biz səni tanırıq ki, nə sən, nə çıxarasan. Səbəb dedi, xanım, qulaq asınan, söz elə dəli ki, amma qulaq asınan, cələ Səyyad götürüb qəhrəmanı ilə qızları belə qane eləsin, mən də ərz edeyim, tamam eşidənlərin, aşıq balabancılar, qulaq asanlar hamını sağlar. Gelip yaşını alır, məndən qeyrisinə dönməz xiyalı. Əgər öldürmüyürsünüz də aşıq abdalı ədalət işlib divana gəldim. Qızlar oyan bu yana hamısı bir-birinə zəndirədilər. Baxdılar, gördülər Sədət xanımdan sıvay yaşıl, al giyən yoxdur. Qızlar narahat olub, sənin adın aşıq abdaldır. Dedi xanım, elə aşığa hər nə mənə adı desən olar. Ben da istedim, gördüm siz beni öldüreceksiniz. Onun için aptal adıyla demişəm. Sədət xanım dedi, adın nə mənədir, onu düz deyəcəksən. Deməsən, arva kötəyin görmüşəm da. Dedi xanım, qulaq asınan, amma götürüb Səyyad misi ilə, belə desin, mən də az eləyim eşidənlər sağ olsunlar.
sorağı, əynine geyinib sümbül sorağı, ölkədən ölkəyə xanım sədət sorağın, heyrətdən eşidib kirmana gəldim. Bəs elə ki sədət adı verəndə qızlar narahat olublar. Aşıq elə bəlidə sən sədəti tapdın, sədət də sənin. Xanım sən elə bu oğlanla bilmirəm arazda nə söhbət var. Sən görürəm şad olursan ki səni seviyor. Amma bizim birimizi deyil. Bəli aşıqlar elə deyərlər, Sadat adı ilə deyərlər. Gülgər adı ilə, Gülzar adı ilə bu sözləri. Gərək hər kəsi sevib onu desən. Bəlkə bizi sevirsən elə, o dedi, Fərrux Mirzənin qızı olduğuna istəyirsən zorba-zorçuluq eləyəsən. Bu oğlan elə yerdən tapılma kimi bir şeydir, biz hamımız tapmışıq. Şərcik hər kəsi özü dedi ki, onu sevmişəm, ona gedəcək. Sədət xanım dedi, eybi də yoxdur. Aşıq hər kəsi ürəyin istəyir, sevirsən onu desinən. Ayrı söz danışsan, burada sənin ölümün həqdir. Sən də mənim adımı versən, eşidərlər, bilərlər, səni narahat elərlər. Qız istirdi ki, Səyyad işarə ilə desin ki, bəlkə qızlar tezliklə oğlanı deməsinlər ki, oğlanı cəllatlar gəlsin. Bəs belə olanda Səyyad götür, o bir kəlməni, bəs qızlara qıraq, nə deyir Səyyədi nədir? İsnad verir, mən də ərz edeyim, səlamətdir olur. Qızlar, adı Sədət xanım, o gözəli sevmişəm, mənim ayrı adamdan işim yoxdur. Adı Sədət, o gözəli sevmişəm, yarı gördüm, yenə ürəyim sızlar, adı Sədət, o gözəli sevmişəm. Sədət xanım bunların üzünə baxdı, dedi, ax elə siz gəlin o yana yıxmayın. Bu oğlan, o mən deyəndi, gəlib çıxıb düşəcək. Siz də məni təzdəndən narahat eləməyin. Qızlar dedi, əbədən. İndi oğlan əlamətin nişan verəcək, həmçimizin bir əlamət nişan versin ki, səndə olsun, bizdə olmasın, eybi də yoxdur. Bəs belə deyəndə, oğlan götürübdür, yenə oranı da belə desin, mən də ərz eləyim, eşidənlər sağ olsunlar.
Yemək üçün xanım yaşıl üstdən alı var. Əmmək üçün ləblərinin balı var. Ağ üzündə bir cüt qoşa xalı var. Adı Sədət. O gözəli sevmişəm. Belə deyəndə qızlar baxdı gördü Sədət xanımın yanağındakı xal görsəni. Dedi, hə xanım sən çox bilmişdiğindən bizə demirsən, özün göz edirsən. Oğlana sifətin atıb nişan verirsən. Oğlan sənin üzün xalın görür, elə bizim də üzümüzdə xal var. Qızlar çəkdilər. Tamam örtükləri bizlərindən açdılar, gördülər hamının üzündə xal var. Dedi, elə bizim də üzümüzdə xal var. Day biz üzümüzü bastırmışıq. Sən fitnəliğindən oğlana üzün xal nişan verirsən. Oğlan səni deyir, əbədə biz onu qəbul edəmərik. Amma götürüb, səyyad, o bir kəlməni belə desin. Yakub'un məclisindən qaçılan, şux altından ağ buxağa saçılan, səyyət deyir, o yanağa saçılan adı Sədat, o gözəli sürmüşəm. Belə deyəndə qızların hamısı gördülər ki, bəli, Sədət xanımın söz səyyədinkidir. Amma qızlar çox da narahat olublar. Hər qədər narahat olublar. Sədət xanım gördü ki, qızların narahatlığına, bəs o 14 hörük şahmar hörüklərdən ayırıb, o sinənin üstündə hamayl edib, saz əvəzinə, basıb sinəsinə, götürdür, orta nəfsivari deyirəm. Qızlara nə deyir, mən də əl edeyim, işdən nə soğusunlar. Başladı
sevdicayım hanım, oğlan buymuş. Kızlara ki səhər duranda söhbət eləmişdi, istirdi onu salaq versin. Kitay siz narahat olmayın. O mənə ki, o verən veribdi bu oğlanı, həmin oğlandı, siz narahat olmayın. Mənim sevdicəyim oğlan buymuş. Görcəyin yarımı sümüyün sızlar, mənim sevdicəyim oğlan buymuş. Belə deyəndə, amma götürüb, qızlar narahat edilər, Sədat xanım götürüb, o xanım qulaq asın, onu mənə verən veribdi. Öz-özünə gəlib bura çıxmayıb, Sədat xanım götürüb, o bir kəlməndə ona. Qalxıb çən bürüdü gədiyi, zəhr olaydı müxənnəsin gedici, doğruymuş hanım ələnlərin delici, mənim sevdicəyim oğlan buymuş. Qızlar narahat olublar, Sədat xanım istədi ki, öz dili ilə səyyada belə sevmək üçün söz desin, mən də arz edeyim, sağ olasınız.
başına. Gönül müştak olup göz o qarşına, şirin canım saldım aşk ateşine. Sədat deyir qoy dolanım başına, mənim sevdicəyim oğlan buyumuş. Belə olanda kızlar dediler Sədat hanım, mən bilirəm, o ki oğlan səni çox istəyirsən də oğlanı. Həzrət Abbas ki bizi tərif eləməyək, bura bir haqqan salacağıq, bir haqqan salacağıq, bu qan qiyamata gedib olmasın, elə bilirsən hə. Sən gedəcəksən, səyyad ilə qol boyun olub kef çəkəcəksən, biz də qıraqdan baxacaq, Əbülfəzl Abbas ki bunu qəbul eləməyik. Elə bizi də Allah yaradıb səni. Necə ola burada biz bir nəfəri tapaq, elə ki səni tərif eləyək, sən də onu tərif eləyəsən olmaz. Səyyad gördü xeyr, kızların halı dolanıp istirlər yavaş yavaş. Səlbinaz xanım, göz eləsin kızlar keçsinlər xəbərə. Sədat xanım göz elədikən əmərdə olub, bunları bəlkə bir tərif eləyinə, bunlar bəlkə qaçıb tedzənən bizi nakam qoymalar. Amma Səyyad sazı basıb bağrına, xan sobanı ilə gəl, kızlara necə tərif deyir, mən də arz edeyim, sağ olsun işlənlər. Hanım bir sona kimin? Geyinip gelmişsiz terteze kızlar. Kimisi ağ giyip kimi kırmızı, kiminiz benzilir akkaza kızlar. Belə deyəndə kızlar sevincel olublar. Ama aşık bizi yaman tərif edirsən. Allah andasın sönkü sözlərində cayasan. Qəşəy elə dediğimiz dedikdir. Əbədə bu sözü biz qəbul eləməyəcəyik. Yani sen tək Sədat olasan, Sədat da sənin götürüb o bir kəlməni belə desin, mən də arz edeyim, tamam eşidənlərin, müştərlərimizin hamısını sağ olun.